Tamam, hər vaxtınız xeyir olsun. ABC Akademiya'nın təqdim etdiyi 16-cı sınavın izahına baxırıq. Birinci sual. Canlıların neçə aləminin nümayəndələrində bir hüceyrəli produsentə rast gəlinməz? Bir hüceyrəli produsent dediyimiz ola bilər evqliyana, məsələn heyvanlarda. Bir hüceyrəli produsent ola bilər, məsələn bakteriyalar və bir hüceyrəli produsent olar yosunlar. Deməli, 3 aləmin bir hüceyrəli nümayəndələrində produsentlər var. O zaman bakteriyalarda, göbələklərdə bir hüceyrəli produsent olmaz. Düzgün cavabımız olacaq A variantı. İkinci sual. DNT molekulunda olan sitozin azotlu əsaslarının cəmi M. Adenin azotlu əsaslarının cəmi N olarsa, hidrogen rabitələrinin cəmini hansı ifadə ilə müəyyən etmək olar? Sitozin M-dirsə, sitozini M deyə işarə edək, adenini N deyə işarə edək. O zaman hidrogen rabitələri bərabərdir 2 adenin üstəgəlsin 3 sitozindən, 2N üstəgəlsin 3M. Məsələn, 1 elə 5-ci olacaq buradan. Bir də başqa necə hesablaya bilərik? Məsələn, n üstə gəlsin m olmaz. M, yəni sitozin üstə gəlsin 2 olmaz. 2m sitozin üstə gəlsin n olmaz. 2m üstə gəlsin, 2n üstə gəlsin sitozin. Bu elə bil ki 2m sitozinin özüdür. Bir dənə də sitozin burada. Yəni 3 sitozin eləmiş olur. 2n də burada adenin kimi götürsək 3 və 5 düzgün cavab B variantı. Üçüncü sual. Hansı bitkinin çiçəkləri tozlandıqdan sonra açılır? Söhbət qapalı şəraitdə öz-özünə tozlanandan gedir, olacaq vələmir. Deməli, buğda, arpa, çəltik, vələmir, darı, noxud, lobya qapalı şəraitdə öz-özünə tozlanır. Ona görə də bunların açıq şəkildə çarpaz tozlanma ehtimalları yoxdur, yəni təbii halda. Dördüncü sual. Hansı bitkinin bütün nümayəndələrində 3 növ generativ orqana rast gəlinir? 3 növ generativ orqan, məsələn, çiçək, meyvə, toxumdan gedir söhbət. O zaman olsun, qarğı dalının çiçəyi də var, meyvəsi də var, toxumu da var. Söyüd olmayacaq, kələmdə hamısı olacaq. Laminariya ümumiyyətlə vegetativ orqanlar yoxdur. Qovaq da həmçinin, ççınarda da həmçinin. Bunları çıxsaq 1 və 3 düzgün cavabımız olacaq B variantı. Beşinci sual. Şəkildə göstərilən hər iki canlıya aiddir. Göl ilbizi və anodontadan söhbət gedir. Spiral halda burulmuş çanaq ancaq göl ilbizinə aiddir. Qəlsəmə tənəffüsü anadontaya aiddir. Hermafroditlik göl ilbizinə aiddir. Mantiya malik olmaq hər ikisi üçün ortaqdır. Çünki ikisi də molluskular tipinə aiddir. Altıncı sual. İnsanda 3 eyni yumurta əkizinin zigotunun əmələ gəlməsində iştirak edən qametlərdə cəmi neçə avtosom olar? 3 eyni yumurta əkizi deyirsə, söhbət bir dənə yumurta, bir dənə spermatozoiddən gedir. Və bunlarda cəmi neçə xromosom olar deyir. Yumurta hüceyrədə də 23 xromosom var, spermatozoiddə də 23 xromosom var. Toplam burada 46 xromosom olacaq. Düzgün cavabımız B. 7-ci sual. Uzun günlü bitkilər. O halda uzun günlü bitkilər deyilir ki, onlar yaz-yay aylarında çiçəkləsin. Payızda çiçəklənən qısa günlü deyil. Məsələn, zəfəran soğan gülünü çıxsaq, bir də payız gülü. Bunları çıxsaq, yerdə qalanlar fındıq, kənaf, çovdar, bunlar uzun günlü bitkilərə aiddir. 8-ci sual. İnsan maksimum yuxu fazasında yatmışdır. Yuxu fazası dedikdə 4-5 sikldan ibarətdir yuxu. Və hər bir sikl 2 fazadan ibarətdir. O zaman bu insan 5 sikl yatıb ki, 10 faza yatmış olur. Tez yuxu fazalarının davam etmə müddətləri 70 dəqiqə olarsa, maksimum neçə saat yatmış olar? Əgər tez yuxu 5 dənə siklda 70 dəqiqə davam edibsə, o zaman maksimum neçə saat yatmış deyil. Ləng yuxuların da 5 dənə siklın 5 dənə ləng yuxu fazası var, 5 dənə də tez yuxu fazası var. Və maksimal dediyinə görə 5 dənə ləng yuxu fazasını 1,5 saatdan götürəndə 7 saat 30 dəqiqə eləyir. 7 saat 30 dəqiqənin də üstünə gələrik 70 dəqiqənin. 70 dəqiqəni gəlsək, 7 saat 30,
8 saat 40 dəqiqə düzmə hesablayıram mən. 7 saat olsa 70 dəqiqə, hə, 8 saat 40 dəqiqə olmuş olacaq. Yəni düzgün cavabımız D. 9-cu sual, çölgərçinin ümumi barmaqlarının sayı n. Bilirik ki, çölgərçinin arxa ətraflarında 8, ön ətraflarında 6 barmaq var. Toplam 14 dənə barmağı var, yəni n olacaq 14. Caynaqlarının cəmi hansı ifadə ilə müəyyən oluna bilər? Çölgərçinin ön ətraf barmaqlarında caynaqlar yoxdur, onlar rudiment barmaqlardılar. Arxa ətraflarında olan 8 dənə barmağında caynaq vardır. Ön ətraf barmaqlarının sayını çıxanda, yəni 6-ını çıxanda yerdə qalanlar olacaq onun caynaqlarının sayı. 10-cu sual, insanın bilavasitə əcdadı olan meymunla eyni canlıdan başlanğıc götürmüşdür. İnsanın bilavasitə əcdadı sayılan meymun avstralopiteklerdilər. Avstralopiteklər qaş dediyimiz avstralopitek, gorilla, bir də şimpanze. Bunlar eyni canlıdan başlanğıc götürüblər, yəni driopiteklərdən. Mən bunu qaş deyə yadıma saxlayıram. Gorilla, avstralopitek və şimpanze. Bunların hər üçü başlanğıc götürüb driopiteklərdən. Burada da düzgün cavabımız olacaq Y variantı. 11. Şəklə əsasən x üstəgəlsin y ifadəsinin qiymətini tapın. Verilən hissədə sümük sayına baxdıqda, deməli, bu hissə fəqərə və çıxıntılarıdır. Hətta bir qədər bu hissə. Bu hissələrdə isə olanlar qabırğalardır. Yəni, burada 3 dənə sümük vardır. Sümüklərin növ sayına gəldikdə isə burada fəqərə və qabırğa olmaqla 2 növ sümük vardır. Topladıqda isə edəcək 5. 12. Hansı bitkinin vətəni Asiya qitəsi ola bilər? Amerikaları çıxmaq şərti ilə yerdə qalanların vətəni Asiya qitəsi ola bilər. Çünki 3 dənəsinin adında Asiya sözü var idi. Cənubi Asiya tropik mərkəzi, Cənub-Qərbi Asiya, bir də Şərqi Asiya. Bundan başqa Aralıq dənizi 3 qitədə yerləşir. Aralıq dənizi mərkəzi, Asiya, Afrika, bir də Avropa. Həbəşistan da yenə 2 qitədə yerləşirdi. Afrikada, bir də Asiyada. Yəni, ümumiyyətlə, Vavilova görə mənşə mərkəzlərindən 2 dənə Amerikalar çıxmaq şərti ilə yerdə qalan 5 dənəsi Asiyada yerləşən mərkəzlər. Biz o zaman Amerikalara aid olanları kənarlaşdırsaq, yerdə qalır qəhvə, qəhvənin vətəni Həbəşistandır, bu da Asiya qitəsi ola bilər. 13. Davam etmə müddəti ən çox olan geoloji era. Söhbət Proterozoydan gedir, 2 milyard il davam etmişdir. Proterozoyda meydana çıxan bitki hüceyrəsi, göbələk hüceyrəsi, heyvan hüceyrəsi bu şəkildə yaza bilərdi. Çənəsiz onurğalar Silurda, qonur yosunlar Kembridə, plaunlar Silurda, prokaryotlar isə arxeida idi. 14. Yaşıl Evglenaya aid deyil. Yaşıl Evglena miksotrof qidalanır, bəli. Qamçılar sinifinə aiddir, doğrudur. İşıq həssas qırmızı gözcüyü vardır, bəli. 2 ədəd nüvə bunda deyil, infizor tərlikdə idi. 15-ci sual, heyvanların ən cavan sinfi, söhbət quşlardan gedir. Lamarckın qradiasiyasını əks etdirən sxemdə neçənci pillədə yerləşib? Quş və məməlilər Lamarckda 6-cı pillədə yerləşiblər. K0L5Y5D1 çiçək düsturu hansı bitkinin bütün çiçəklərinə aid etmək olar? O çiçəklərə aid etmək olar ki, onların hamısı həqiqi çiçəklər olsun. Çünki erkəkcik və dişicikləri vardır. O zaman buradan olacaq zəncir otu. Çünki səbətində bir tip çiçəyi var və onun hamısı dilcik şəkillidir. 17. İnsanın ifrazat sistemi ilə bağlı düzgün fikri seçin. İlk sidic qıvrım kanalcıqlarda əmələ gəlir, səhvdir. İlk sidic qədəyə bənzər kapsulda yaranır. Son sidik hissəsində əmələ gəlmir. Son sidik qıvrım borularda əmələ gəlirdi. Sidik hissəsi qarın boşluğunda deyil, çanaq boşluğundadır. Böyrək venasında sidik cövhərinin miqdarı böyrək arteriyasına nisbətən çox deyil, azdır. Böyrək ləyəndə son sidik olur, doğru ifadədir. 18. İnsanda şərtsiz reflekslər. Şərtsiz reflekslərə demək qida, müdafiə, səmt və cinsiyyət refleksləri aiddir. İradidir, yox, bunlar nəsildən nəslə ötürülür. Daxili mühitin sabitliyini təmin edirmi? Bəli. İrsi deyil, yəni irsidir, nəsildən nəslə keçir. İrsi olmayanlar şərti reflekslər, yəni digərləri doğru deyil. 19. Geohelmitlərin törətdiyi xəstəliklərdir. Geohelmit dediyimiz
İnkişafının müəyyən mərhələsinin keçirə bilməsi üçün mütləq torpağa ehtiyac olanlar, yəni geotorpaqdır. Bunlar da sap qurdlara aid olanlardır. Geohelmint olmayanlar, burada məsələn geohelmintlərin törətdiyi xəstəliklər deyir bizə. Hə, aid olanlar istəyir o zaman. Tenyaninxoz yox, tenyaninxoz biohelmintin törətdiyidir. Öküz solterinin. Fasilyoz qaraciyər sorğusu, bu da biohelmintdir. Bizə lazımdır törətdiyi xəstə. Exnikokoz, bu da exnikokun törətdiyi biohelmintdir. Enterobiyoz uşaq biz quyruğunun törətdiyi xəstəlikdir. Bu təmas helmintidir. Askaridoz və ankilostomoz, yəni bu iki dənəsi aid olacaq geohelmintlərə. 20-ci sual, metamorfozla bağlı uyğunluğu müəyyən edin. Noxudda yarpaqdır, yemişanda gövdə, çuğundurda da kök şəkil dəyişməsi. Noxudun yarpağı bığcığa çevrilib, yemişanın gövdəsi tikana çevrilib, çuğundurda da əsas kökün şəkil dəyişməsi olan meyvə kök var idi. 21. Cədvəldə ayrı-ayrı onurğalı heyvan növlərinin xüsusiyyətləri verilmişdir. Bununla bağlı hansı fikri söyləmək olmaz? Demək, X daxili skeleti var, 2 kameralı ürəyi var və inkişafı dolayıdır. Söhbət məsələn balıqdan gedə bilər. Hansı söyləmək olmaz deyir. X canlısında döş qəfəsi ola bilməz. Əgər bu bir balıqdırsa, deməli döş qəfəsi yoxdur. Bir də X aid olanı varmı? Yox. Y-ə baxırıq. Ürək kamerası 3-dür və inkişafı dolayıdır. Söhbət amfibilərdən gedir. Y-in 3 cüt göz qapağı ola bilər, ola bilər. Bir də Y canlısında kulak ola bilər. Suda burada yaşayanlarda kulaka vardır, yəni bu da doğrudur. Z-ə baxırıq, ürək kameraları 4-dür və inkişafı düznədir. Burada olacaq quş, məməli, bir də ürək kamerası 4, məsələn, timsah da yaza bilərik. Onda da inkişaf düzünə idi. İndi Z-ə baxırıq. Z canlısının için qan dövranı ola bilər. Bəli, zaten 4 kameralı ürəyi varsa, hətta 3 kameralı ürəyi varsa, o zaman onda 2 qan dövranı var. Z canlısı soyuqqanlı ola bilməz. Niyə ki? Timsah ola bildiyi halda o zaman soyuqqanlı ola bilər. 22. Hansı fikir yanlışdır? Döş qəfəsinə malik bütün canlılar onurğalılardılar. Bu doğrudur. Döş qəfəsinə malik olan bütün canlılar xordallardılar. Əgər qəfəs falan sümükdən danışırıqsa, demək xordallardan danışırıq. Döş qəfəsi olan bütün canlılarda döş sümüyü var. Təbii ki, döş qəfəsi varsa döş sümüyü var. Döş sümüyü olan bütün canlılarda döş qəfəsi var deyə bilmərəm, çünki qurbağanın döş sümüyü var, amma döş qəfəsi yoxdur. 23. Aşağıdakılardan hansı xanı balığı və göl qurbağasının qan dövranları üçün ümumi xüsusiyyət deyil? Xanı balığı və göl qurbağası. Qanın ürəkdən arteriya damarı ilə çıxması. Əgər ki, ürək varsa, qan ürəkdən arteriya damarı ilə çıxar. Onun içərisində apardığı qan arterial və ya venoz olmağının bir əhəmiyyəti yoxdur. Damarın adı arteriyadır. Qanın tənəffüs orqanından vena damarı ilə bilavasitə ürəyə qayıtması xanı balığında qayıtmır. Çünki ürəyində venoz qandır. Tənəffüs orqanında arterial qan əmələ gəlir ki, o da demək bədənə gedir. O zaman bu ikisi üçün ortaq deyil. Venoz qanın vena damarı ilə ürəyə qayıtması ikisi üçün də ortaqdır. Qanın tənəffüs orqanından arteriya damarına keçməsi, bu da yenə də xanı balığına aiddir. Tənəffüs orqanı məsələn qurbağada ağciyərdir. Ağciyərdən vena damarına keçməli idi. O zaman bu ikisi ortaq olmayacaq. Doğru kəsişmələrdir. Normal səslər demək 35-65 desibel normal səslərdilər ki, bu da olacaq 1 və 3 D variantı. 25. Heç bir hamiləlik keçirməyən yetkin sağlam qadında cədvələ əsasən X olar. 28 günlük sikldə 5 il müddətində baş verən ovulyasiyaların sayı. Bir ildə 13 ovulyasiya baş verir 28 gündən bir götürəndə, 5 il ərzində də X. Bu da eləyəcək, demək, 65, yəni D variantı. 26. İfadəni hesablamağı istəyir. Noxudun quru kütləsi 10 qramdır. Udduğu su özü qədər, yəni 10 qram olacaq. O zaman cücərmiş çəki 10 qram özüdür. 10 qram da su udubsa 20 qram cücərmiş çəkidir. Qarğıdalı öz çəkisinin yarısı qədər sudur. Ümumiyyətlə, ümumi kütlə 30 qramdır. Bunun 10 qramı sudursa, deməli 20 qram qarğıdalının öz çəkisidir.
Darı öz çəkisindən 4 dəfə az sudur. Yəni x qədər 4x qədər özü olarsa, x qədər su udacaq. Eləcək 5x. 5x bərabərdir 15 olanda x bərabər olacaq 3. O zaman 4x bunun quru kütləsidir. Yəni 12 qram özüdür. 3 qram da sudan da 15 qram su ilə birlikdə çəki olur. İndi toplasaq 10, bu da 20, 30, bu da demək 20. 30 50, bu da 15, 65 olmuş olur, düz topladımsa əgər. 27. Hansı bitkinin meyvəsinin əmələ gəlməsində bilavasitə çiçəyin gövdə mənşəli üzvü də iştirak edir. Yəni çiçək yatağı iştirak edirdi. Buna biz demək çiçək yatağı armud, əzgil, heyva, alma kimi bitkilərdə rast gəlirik. 28. Şəkillə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Deməli, qıcının nəsil növbələşməsi təsvir olunub. 1 yetkin bitkinin özüdür, 2 spordur, 3 protaldır, 4 isə rüşeynli protaldır. 1 sporofit nəsildir və sporlar yarpaqların alt səthində yerləşir. Bu doğru ifadədir. Çünki 1 yetkin bitkinin özüdür və hətta burada sporlar da görülür. 3 torpağa rizoidlə bərkir. Bəli, protanın alt səthində rizoidlər var idi. Bir diploid, yəni 2 xromosom dəstəsinə malikdir. Yetkin fərdləri 2-dir, çünki zigotdan yaranır. 2 və 3 haploid xromosom dəstəsinə malikdir. Spor, spor özü haploid olduğuna görə spordan əmələ gələn protalda hər ikisi haploiddir. 4 torpağa köklə bərkir. Əslində bir müddətdən sonra torpağa köklə bərkir. Burada indi bir uzun çıxıntı var, bu kök kimi görülə bilir. Amma bu inkişafın ilk mərhələsində olduğuna görə hələ ki rizoidlə bərkimiş olur. Ona görə yanlışımız Y olacaq. 29. Adi şamın 10 pulcuqdan ibarət qonur qozasında maksimum sayda toxum əmələ gəlməsi üçün maylamada neçə hüceyrə iştirak etmişdir? 10 pulcuğun hər birində qonur qozada, dişi qozadır bu. 2 dənə qırmızımtıl olduğu halda 2 dənə yumurtacıq olur. 10 pulcuğu varsa burada 20 yumurtacıq var. Yəni 20 dənə toxum əmələ gəlib artıq qonur qozada və maylanmada cəmi neçə hüceyrə iştirak edər? Bunlarda bir toxumun əmələ gəlməsində 2 hüceyrə iştirak edir. Yəni bir yumurta, bir də spermi. Ona görə də 20-ni 2-yə vuranda eləyəcək 40 ədəd. 30. X və Y-in cəmini hesablayın. 60 dəqiqədə əmələ gələn fərdlərin maksimal sayı 40-dır. 60 dəqiqə 1 saatdır. Maksimal sayı dediyinə görə maksimum sürətlə bölünüb. O zaman 1 saatda bir bakteriyadan 8 əmələ gələr. Yəni 20 dəqiqədən bir bölünəndə. 40-ı bölürəm 8-ə, deməli burada başlanğıc bakteriya sayı 5-dir. Və x-in qiyməti 5-dirsə, 8 vurulsun x dəqiqə, yəni 5 dəfə 8-in 40. 40 dəqiqəyə onda 8 bakteriyadan neçəsi əmələ gələr? 8 bakteriya 20 dəqiqə keçəndə olacaq 16, ikinci 20 dəqiqədə olacaq 32. Və bizə də deyir ki, bu ikisinin cəmi 32 ilə 5-in cəmini toplayanda eləyəcək 37. 31-ci sual, xanı balığının qanın hərəkət istiqamətinin düzgün ardıcıllığını müəyyən edin. Demək, birinci hərəkət istiqaməti deyəndə hardan başlamaq şərti ilə soruşur bizdən. Hər hansı birinin düz olmasına baxaq. Məsələn, bir mədəcikdən qulaqcığa keçməz. B variantında qulaqcıq, mədəcikdən bel arteriyasına yox, mədəcikdən keçərdi qarın ortasına. Qulaqcıq 4-dür, bel arteriyası səhvdir, 1 ilə başlamamalıydı, onda yəqin ki, Y olacaq. Qulaqcıq, mədəcik, qarın ortası vuruldu qəlsəmələrə, qəlsəmələrdə təmizlənən sonra bel arteriyası ilə gedəcək bədənə, oradan da vena damarı ilə yenidən qulaqcığa qayıdar, yəni olacaq Y. 32. Sağlam insanda qan təzyiqinin damarlarda dəyişməsinə uyğundur. Təzyiq arteriya da yüksəkdir. Təzyiq deyəndə. Ondan sonra kapilyardır. Azalmasına doğru düşsək. Ən aşağı təzyiqdə venada olacaq. Ümumiyyətlə, venalarda mənfi təzyiqdir. O zaman arteriya və kapilyarın təzyiqi venadan çoxdur. Hər iki tərəfdən çox işarəsi, böyük işarəsi qoyacaq. 33. Böyümə prosesi ontogenezin sonuna qədər davam etməyən söhbət heyvanlardan gedir. Canlıların sırasını göstərin. Demək, etməyən canlıların deyir.
E, Ontogenezin soyuna gedərək davam etməyən canlılar. Baxaq. Laminaria bitkidir. Lemming meymundur. Eçəş qıcı bitkidir. Olmaz siyənək heyvandır. Sonra ardıc bitkidir. Kalmar. Bir də kobra. 2, 4, 6, 7 B variantı olacaq. 34. Energetik mübadilə zamanı hansı canlının hüceyrələrində atom alında hidrogen də alınır? Əgər atom alında hidrogen alınırsa, deməli bu oksigenli mərhələni də həyata keçirdir. O zaman energetik mübadilə hansı? Oksigenli mühitdə yaşayan burada bir dənə ağ planaridir. Əslində digərlərində də var. Yəni valla bir dənə söz deyən kimi o dəqiqə kommentlərdə fərqli ifadələr yazılar. Ona görə demək istəmirəm. Qoy qalsın. Ağ planaridir. 35. Hansı xəstəlik zamanı insanda arterial antitel yaranmadığına görə peyvənddən istifadə edilmir. Hə. Antitellər yaranmaz bizdə məsələn irsi xəstəliklərə qarşı. Talisemiya, Covid'e qarşı peyvənd oldu, su çiçəyinə peyvənd olur, poliomielit peyvəndi olur, gitsə də olur. Gitsə qarşı antitelimiz yox olmur. Gitsə qarşı antitel olmur. Enterobiyoz qurd xəstəliyidir, poliomielitə qarşı olur amma. 1, 2, 6, yəqin ki D variantı olar. 36. Həkim xəstənin gözünü müayinə edərkən onda yaxından görmə qüsurunu aşkar etmişdir. Həkimin xəstəyə məsləhəti nədir? Əgər yaxından görmə demək qüsuru varsa, o zaman göz alması ya anadan gəlməkcə uzun sovdur, ya da sonradandırsa bilurun qabarıqlığı artıb. Bu zaman əşyanın xəyalı torlu qişanın önünə düşür. Məsələn, bura torlu qişadır. Əşyanın xəyalı torlu qişanın önünə düşür. Bu zaman o səpici və yaxud da basıq və yaxud da çökük ya da mənfi eynəkdən istifadə etməlidir ki, əşyanın xəyalını gətirib torlu qişanın üzərinə salsın. Yəni düzgün cavabımız olacaq A variantı. 37. Alkoqol hepatiti haqqında deyilənlərdən hansı yanlışdır? Seroza səbəb olur, bəli. Törədicilər hepatit virusudur, yox, alkoqol. Bax, bu bir il, səhv etmirəmsə, 2023 MİQ qəbuluna düşmüşdü. Alkoqol hepatiti törədən, eyni elə desəm, bu tipdə bir sual idi. Virus deyil də, yəni bunu törədən alkoqoldur. Ona görə törədici hepatit virusudur demirik. 38. Down sindromuna əsas səbəb nədir? Down bilirsiniz ki, xromosomların ayrılmaması nəticəsində yaranır. O zaman meyozun ikinci anafaza mərhələsində xromosomların ayrılması gərəkirdi. Çünki ikinci anafazada onlar xromatidə çevrilməli idi. Çevrilmədiyinə görə və beləliklə də Down və digər genom mutasiyalar əmələ gələ bilər. 39. Şerşevski-Terner sindromlu insanda mədə hüceyrəsinin bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom və neçə xromatid görürlər? Şerşevski-Terner sindromlu insanda 44 autosom, bir dənə X cinsi xromosomu var. Və mədə hüceyrəsindən söhbət gedirsə mitozla bölünür. Mitozun anafaza mərhələsində 4N, 4C'dir. Bunun 2N'i 45'dir. 4N'i olacaq 90. O zaman 4C'si də olacaq 90. Yəni düzgün cavabımız olacaq A variantı. Və sonuncu, qov göbələyi hansı canlılara aiddir? Qov göbələyi demək ağac bitkisində, oduncağında parazitlik etdiyinə görə birinci dərəcəli konsumentlərə aiddir. Yəni düzgün cavabımız olacaq A variantı.